Herkese salam qızlar, kanalıma xoş gəlmisiniz. Təzə bir vlog başlayıram. Biz bugün gedirik gəlinlik seçməyə və sizi də söz verdiyim kimi özümlə götürürəm. Baxaq görək necə modellər var. Konkretlə bir model var ağlımda, hansını ki mən istəyərdim. Amma baxım görüm yaraşacaq mənə o və yaxud yox. Yarım saatdan çoxdur ki buradayam. Telefonu tam olaraq unutmuşam. Hələ baxıram sağa sola, necə gözəl gəlinliklər var. Adam 5-ni geyinmək istəyir. Gəlinlik uca təxmini bilirəm, nə tipdə bir şey istəyirəm, amma burada belə maraqlı fotolar var. Siz sadəcə bu krujivanın keyfiyyətinə baxın. Foto necə olacaqsa onu da bilmirəm. İndi gəlinlikdən asılı olaraq da onu da seçərik. Sadəcə çox pışlı foto istəmirəm. Baxarıq da indi. Toyum avqustda olacaq. Mən bunu sizə demişdim. Bizdən baxın bunun gözəlliyinə. Bu yəqin ki, hicablı xanımlar üçün nəzərdə tutulan bir modeldir. Gəlin bunu belə götürüm. Tam olaraq sizə göstəreyim. Elə parıldayır, par. Belə bir model düşünürəm ki, zaks üçün daha uyğundur. Ola bilər kimsə toyuna da geyinər. Krujivası o qədər gözəldir qızlar. Bu da xoşuma gəldi. Girərkən bu studiyanı heç çəkmədim, sizə unutdum. Adı Prestige Bridal'dır. Şəhərin düz mərkəzində yerləşir və konkret bilirdim ki, buradakı modelləri çox bəyənirəm və buradan nəsə seçəcəm. Ona görə mənim gəlinlik üçün ilk getdiyim yerdir bu arada. Qəsdən belə yaxından çəkirəm ki, krujivanın keyfiyyətini tam olaraq görə biləsiniz. Bunu 100% geyinəcəm. Model olaraq bunu çox bəyəndim. Bilirsiniz necədir? Hər bir gəlinliyin öz gözəlliyi var. Misal üçün bunu mən geymədim. Amma indi videodan təkrar baxanda baxıram ki, çox qəşəngdir. Ürəyim dözmədi və bəzi modellərin şəkillərini mən Instagramda paylaşdım. Bu arada gəlinliklərin hamısının keyfiyyəti göz qabağındadır. Çox gözəldir. Misal üçün bu modeli görəndə sırası ürəyim getdi. Çünki dəhşət gözəl parıldayır. Hətta videoda bilinmir. Qaşları Swarovski qaşlardır. Amma bir məqam var ki, belə gəlinliyi daşımaq da var. Kifayət qədər ağır bir modeldir. Yuxarı hissəsində misal üçün bunlar çıxartmaq imkanı var. Amma bunlar da məncə daha gözəldir. İndi toyun ortasında çıxarda bilərsiniz. Və belə gözəl şleyfi var. Videoda ola bilər ki, biraz boz fason düşsün, amma bu sadəcə kölgədir, qaşların kölgəsi. 20 kilodur bu gəlinlik. Ona görə belə düşür. Şəkillərdə baxdım, şəkillərdə ap-ağ düşür bu. Sinənin bu hissəsi belə olmağı mən çox sevirəm, amma düşündüm ki, bəlkə də sinəm çox açıq görsənər. Burada da xanım sağ olsun sırası mənə başa saldı ki, istədiyi formada yığdırmaq olar. Misal üçün bu modelə biz qol əlavə eləyə bilərik. Sinəni bağlamaq, qol əlavə eləmək və s. Çünki hər kəsin bədən quruluşu eyni deyil, sizə görə yığılır. Bunu öz Instagram səhifəmdə repost eləmişdim. Nədəsə işıq biraz şey eləyir, məni incidir burada, amma mən bunları hamısını sizə göstərməliyəm. Ona görə eybi yoxdur. Bunun üstündəki naxışlar çox xoşuma gəlir. Sərf eləmirəmsə bu təzə kolleksiyaya aiddir. Bunun hələ şleyfi də var. Mütləq geyinəcəm. Əlcəkləri və başqa aksesuarları var bu da onun. Yay olmağına baxmayaraq düşünürəm ki, qollu belə modellərdə seçmək olar və yaxud əlcəkli. Bu vlogu gec paylaşmağı planlaşdırırdım, marağı qaçmasın deyə. Amma reyləri oxudum və fikrimdən döndüm. Tələsmək olmaz, amma burada taclar da var. Əslində mən tac istəmirdim, amma buradakilər o qədər gözəldir ki, adam belə baxa-baxa qalır, qəşəng parıldayır. Nə cür makiyaj istəyirəm, nə cür saç düzümü istəyirəm, onu qəti bilmirəm. Çünki əvvəl istəyirəm paltarı seçim və paltara uyğun saç düzümü. Bir çox vizajist elədiyi makiyajları mən bəyənmirəm. Makiyaj usta seçimində çox tərəddüd edirəm. O birilərə nisbətən bu misal üçün biraz ağırdır. Amma məncə bu daha gözəldir. Sizcə hansı rey bölməsində yazın. Əlindən salıb qırmasam əladır. Bugünə qədər nədənsə heç hiss eləmirdim ki, bu yaxınlarda ailə quracağam. Amma bura gələndən sonra konkret özümü şəhzadə hiss eləməyə başladım. Bir neçə gündür və yolda da konkret bilirdim ki, hansı donu geyinəcəm. Amma burada çeşid o qədərdir. Konkret bilmirsən də şəkildə bir cürədir, amma real həyatda gəlib baxmaq lazımdır. Yəni ki, şəkillərdə nəticə çıxartmaq olmaz ki, konkret bu paltar mənə yaxşı olacaq, bu paltarı bəyənirəm, bu yaxşı deyil. Yəni ki, realda baxmaq lazımdır hər bir modelə və mütləq bir-bir geyinmək. Misal üçün burada bu qədər don var.
Bəlkə də heç kim heç fikir verməz, amma bu donların arasında çox incə və gözəl bir model var. Ürəyim getdi bunun üçün. Bunun da yaxası ola bilər ki, biraz açıq olsun, amma yenə də yığdırmaq olar. Belə gözəl kolları da var. Bunu 100% geyinəcəm misal üçün. Sonra diqqətimi bu model çəkdi. Baxın, bunun da üst hissəsi deyəsən çıxarılır. Baxın, belə bir şeydir. Əksər vizajistlər mən nəyi bəyənmirəm bizdən o qədər abartılı makiyaj eləyirlər. Ən əsasdakı üz konturingi dəhşət eləyirlər. Və bunu əsaslandırırlar ki, şəkillərdə belə yaxşı düşür. Okey, şəkillərdə yaxşı düşürəm, amma real həyatda bərbadam. Şəkil video önəmlidir, amma real həyatda daha gözəl görsənmək ondan da önəmlidir elə düşünürəm. Ağ qıza bir dənə sarı tonalini vururlar, bərbad görsənir. Başladım primyerkaya və ilk geyindiyim gəlinlik belə görsənir. Belə eləyəcəm, hər gəlinlik geyindikcə və hansı variantların arasında tərəddüd eləyirəmsə, baxın belə nömrələr qoyuram. Misal üçün bu birinci gəlinlikdir. Reylərdə əgər siz istəyirsiniz bunu mənə tövsiyə eləmək, mütləq reylərdə bir nömrəsi yazın. Hələ ki gəlinliyi seçməmişəm, konkret qərarını deməmişəm. İstəyirəm sizdən də soruşum, siz də nəsə məsləhət görəsiniz. Ağıl ağıldan yaxşıdır. Əvvəl fikirləşdim ki, ardıcılıqla videolar çıxmalıdır. Əgər mən hələ nişan paltarı seçməmişəmsə, gəlinlik seçməyə hal-hazırda yeri yoxdur. Yəni ki, videolar ardıcılıqla çıxmalıdır kanalımda, amma reylərdən belə bir nəticə çıxartdım ki, əksinə insanlara çox maraqlıdır. Əksinə paylaşmasam, izləyicilər məndən inciyə bilər, ona görə fikirləşdim ki, paylaşam. Bunun qızlar hələ qolları var. İndi taxacaq qollarla bir yerdə və bir şey diqqətimi çəkdi ki, bu modeldə iminən belə V fason olan modellərdə bel daha incə görünür. Çox gözəl gəlinlikdir, amma biraz ağırdır. Bilmirəm, mən bunu daşıya biləcəm və yaxud yox, sizcə necədir? Ümumiyyətlə, hər geyindiyim gəlinlikə belə nömrə qoyacağam. Siz isə reylərdə yazasınız ki, hansını seçim. Hansı gəlinlik daha çox bal toplayacaqsa, onu da toyumda geyinəcəm. Sizin məsləhəti ilə və bir yerdə seçmiş olaraq, badruşkalar kimi. Belə yaxından da hər birinin parçasını göstərim sizə. Belədir, maraqlı. Kabluklanam hal-hazırda. Bir balaca kablukum var. Tappadrup. Paltarın qollarını da taxdım. Baxın, belə görünür. Mən deyirlər ki, bir balaca böyükdür qollar, amma sizin istəyinizə uyğun razmer getirilir. Toydan əvvəl, bir neçə gün əvvəl gəlib, bir dəfə də primyerka eləyirsiniz. Deməli, qollarla belə görünür. Məncə qolsuz daha gözəldir. Növbətim. Əslində demək ki, hansı gözəldir və yaxud hansı gözəl deyil, bu düzgün deyil. Hərəsinin həqiqətən öz gözəlliyi var. Misal üçün bu çox yüngüldür, dəhşət rahatdır. Yəni ki, heç hiss eləmirəm ki, mənim eynimdə gəlinlik var. O dərəcədə komfortludur. Misal üçün bu paltarda bəzi hissələrdə belə naxışlar var. Çox gözəl, amma bəzi hissələr sadə parçadır. Vloglarımdan bilirsiniz, adi supermarketə belə düşəndə bəzənib, düzənib gedirəm. Amma bugün nədənsə o qədər baxımsız gəlmişdim bura. Arada belə çönüb güzgüdə özümə baxanda öz-özümə sual verirdim. Ayda, niyə mən bura bugünə gəlmişəm? Gərək heç olmasa saçımı ütüləyərdim və yaxud yığardım maraqlı bir formada. Belə olduğu halda gəlinlik də bəlkə də daha mükəmməl görsənərdi. Bura başqa xanımlar da gəlirdi və nədənsə onları görüb və özümə baxanda özüm belə bomuş kimi hiss eləyirdim. Bilməm sizdə belə olur və yaxud yox. Evdən çıxanda belə özümü bəyənərək çıxmışdım, amma bura çatanda nə söz vid fasonumdan heç məmnun qalmamışdım. Bu videonu yalnız sizin üçün yox, özüm üçün də bir xatirə olaraq çəkdim. Bura gələn başqa bir xanım gördüm ki, o da çəkirdi. Yəqin ki, xatirə kimi qalsın deyə. Bu arada Prestige Bridal'ın Instagramı mən bu videonun altında qoyacağam sizlər üçün. Keçid edib həm modellərə baxa bilərsiniz, həm də ki, hər bir model haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Hansı model necədir? Qiymətlər olduqca münasibdir. Bu keyfiyyətə görə həqiqətən çox münasibdir. Əgər toyunuz bu yaxınlardadırsa, sizi də Allah xoşbəxt eləsin, məni də Allah xoşbəxt eləsin. Bu il ümumiyyətlə hamımıza uğurlu olsun. Ümumiyyətlə 2026 girən kimi mən deyirdim ki, bu il mənim ilim olacaq.
Əslində mən necə planlaşdırırdım, heç bir stories paylaşmıram. Bu videonu da bir ay sonra paylaşacağım, toya qabaq. Amma ürəyim dözmür də. Instagrama uca bir neçə modeli bəyəndiyimi çəkib paylaşmışam, storiesi uca attım. Hətta vlogdan da əvvəl. Heç olmasa bunu atmayayım. Bir dənə baxın, bu razrez çox xoşuma gəlir. Düzdür, bu mənə biraz böyükdür, amma bu heç bir problem deyil. İstədiyiniz modeli seçirsiniz və sizə yığdırırlar. Bunda mənə yığdıracaqlar və bundan da daha mükəmməl oturacaq. Bu modeli bəyəndim. Qızlar, nə düşünürsünüz? Bəlkə bunu götürək. Həm də ki, rahatdır. Baxın, belə rəqs eləmək olar. Tappa durup tappa. Ay, o qədər kompliment aldım Instagramdan. Sadəcə bu paltarı Şəfəqin toyunda olan paltara çox bənzətdim. Birdən izləyicilər bunu seçsə, Şəfəq, izmini, so sorry. Bu məkanı mən sizə həqiqətən ürəkdən tövsiyə edirəm. O qədər mədəni davranış. Komandası o qədər peşəkardır ki, belə özəl, gözəl gününüzü, nastroyeniyinizi korlamağa heç bir qram səbəb olmayacaq. Əlavə olaraq da mənim səhifədən əgər getsəz, yəni ki, prosto Lübogənliyi seçirsiniz və deyirsiniz ki, mənim səhifədə bunu görmüsünüz. Icon 4-ün YouTube kanalında görmüşəm. Sadəcə bunu demək kifayətdir. Əlavə olaraq da Luboy modelə, fərqi yoxdur, təzə kolleksiya və yaxud köhnə kolleksiya, sizə 30% endirim olunacaq. Bu əslində böyük bir rəqəmdir. Qiymətləri də olduqca münasib olduğu yerdə əlavə bir 30% endirim olanda vəbşə super olur. Ona görə yaxın zamanlarda toyu olan izləyicilər bu məkanı mütləq göz gəzdirin. İndi hərəsinin hər cürə zövqü var və belə sadə modeli manikende gördüm. Maraqlı oldu və geymək istədim. İnanırsınız, manikende bir o qədər də bəyənməmişdim, amma geyinəndən sonra çox xoşuma gəldi. Heç nəsizdir, üstündə nə qarşı, nə heç nəyi və dəhşət yüngüldür. Əsas odur ki, yüngüldür, baxın, çox rahatdır. Həm gəzmək, həm rəqs eləmək. Və bunun hələ maraqlı əlcəkləri də var. Sizə burada deməyini dedim, sonra unutdum əlcəkləri taxmağı. Səhifədə görə bilərsiniz. Mən də səhifədə bu paltarla birlikdə o əlcəkləri görmüşdüm. Qəşəng görünür. Mən hardasa 12-13 yaşımda olanda böyük şleyfli gəlinliklər dəhşət dəbdə idi. Hamı elə uzun şleyfləri seçirdilər. Amma fikir verirəm ki, hal-hazırda o qədər də dəbdə deyil elə modellər. Bunların da şleyfləri var, amma bir o qədər də uzun deyil də. İdarə eləmək toyu asandır. Burada 3 dənə böyük mükəmməl güzgü var və pərdəni də belə bağlayırlar. Sizə bir balaca məsləhət, geyindiyi gəlinliklərini mütləq şəkil çəkdirin. Xatirə kimi qalsın, çünki burada şəkillər o qədər gözəl alınır. Seçərkən bunu mütləq edin. Mən də şakşuk o qədər şəkil çəkdirmişəm ki. Keçən vlogda da demişdim sizə ki, əsas bir modelə görə gəlmişəm mən bura. Heç bir yerdə olmadığı bir modeldir. Yalnız burada görmüşəm və vurulmuşdum qızlar. Həmin model bu modeldir. Çox qəşəng oturdu eynimdə, həm rahatdır. İndi təbii ki, sizin sözünüzə qulaq asaraq sizinlə məsləhətləşib birini seçəcəyik. Amma mənim fikrimcə bu mənim favoritimdir. Sizcə necədir? Adətən bu modelə rıbka deyirlər, bildiyim qədər. Amma bilirsiniz nə xoşuma gəlir? Buradakı detallar, uzorlar, yəni aşırı dərəcədə qaşlar yoxdur. Çox şık. Misal üçün istədiyiniz gəlinlik burada yoxdur və yaxud heç yerdə yoxdur. Tapa bilmirsiniz. Sadəcə şəklinə gəlirsiniz bura. Burada sizə özəl olaraq tikilir. Həm sizə kirayə verə bilərlər, həm də ki, həmin gəlinliyi ala bilərsiniz. Həm ilk siz geyinmiş olursunuz bu gəlinliyi, həm də ki, heç yerdə tapa bilmədiyiniz model və fərqli bir maraqlı model olmuş olur sizdə. İndi fataları bir-bir geyinib də göstərəcəm. Amma mənə elə gəlir ki, bu paltara qəşəng atlas əlcək qəşəng görsənəcək. Bəlkə də atlas yox, başqa cür. İndi əlcəyinə də sınamaq istəyirəm. Səhv eləmirəmsə, bu təzə kolleksiyadır, çox şık görünür və bir balaca belə şleyfi var, arxadan da belə görünür. Fata, tac, əlcək, bunlar hamısı hədiyyə olunur gəlinlik götürənə. Bu aksesuarlar istədiyiniz növ buradan seçib hədiyyə olaraq apara bilərsiniz. Mənim fikrimcə bu model yalnız çox arıq xanımlara gözəl görsənəcək.
Əgər reylərdə bu donu mənə tövsiyə eləyəcəksinizsə, srazu yanında yazın ki, əlcə ilə yaxşıdır və yaxud əlcəksiz. Mən bura bazar günü getmişdim və burada başqa müştərilər də var idi və mən fikir verirdim ki, noyabrda, dekabrda toyu olanlar elə gəlinliyi indidən seçirlər. Bir neçə dondan sonra, deyəsən 5 dənə don geymişəm. Bir balaca fasilə, qəşəng dəmri çayla və sevdiyim Rafaella ilə. Elə gözəl sərindir buram. Telefonumu qoymuşam burada elə zaryatkaya. İstəyirəm biraz zaryatka yığsın. Qalan donlarda bir-bir geyinim və sizə göstərim. Bunu misal üçün mən geyməmişəm. Çünki burada o qədər don var. Hamısını geymək qeyri-mümkündür. Amma donlarda nəyi sevirəm? Baxın, belə bir şey. Və belə olanda bel hissəsi o qədər incə və gözəl görünür. Burada isə əsas parçalar belə yana veriblər. O kadar qəşəng bir modeldir qızlar. Qolları da var. Baxın belə. Bunu da bəyəndim amma. Dəqiq adı nə gedirsə heç bilmirəm. Bunun altından hələ abartılı verən belə yubkanı geyinirlər. Belə kruk. Soruşub deyərəm bunun adını. Ona görə bir o qədər də pışını görsənmir. Amma həmin yubka ilə dəhşətli bir şey alınacaq, əminəm. Bir də ki qızlar, biraz istirahətimi eləyim. Sonra bunu geymək istəyirəm. Vitrində olan. Oturmuşam, birdən baxıram ki, belini bağlamaq üçün burada belə maraqlı lentlər var. Burada misal üçün ağ daşlarla işlənilib, amma bu tərəfdə olanlar qırmızı daşlarladır. Qızıl olanlar bir başqa şık görünür məncə. Yayda buna çox ehtiyac var. Baxın nə tapmışam. Ya belə yox. Hal-hazırda vlogun montajına keçmişəm, yəni ki, montaj edirəm və səsi üstündən yazıram. Özümü danlayıram ki, bu qədər model var idi. Gərək bir 5-ini də geyinərdim. Niyə belə az geyinmişəm mən orada? Bilirəm ki, siz uzun videoları çox sevirsiniz. Baxın burada nə görmüşəm mən. Bildiyim qədər xüsusi bəzi priçoskalarla belə bir tac da demək olmaz buna. Baş aksesuarı qəşəng görünür. Yaylıq kimi fata olur, elə bir fata istəyirəm. Görəsən bu saç aksesuarına elə tipli fata gözəl görsənəcək və yaxud yox. Saç düzümü indi 100% bu aksesuara görə eləyəcəm. Çünki çox xoşuma gəldi. İndi saçımda fiksasiya olunmayıb deyə bir o qədər də yaxşı görsənmir. Amma elə parıldayır, dəhşət baxın. Bu aksesuarını açıq saç eləsəm sizcə necə görsənəcək? Nəsə belə bağlı topuq zad istəmirəm mən. Beli bağlamaq üçün o qırmızı lentdən tutmuş, babadoklara qədər həm kirayəsi var, həm satışı var. İstəsəz ala da bilərsiniz, gündəlik taxmaq üçün istəyirsiniz də kirayə götürə bilərsiniz. Gündəlik deyəndə bəlkə də mənə güləsiz, amma məncə gündəliyə də pis görsənmir. Bir dənə baxın, necə qəşəng fiksasiya eləyir saçını. Videoda bilinmir, parıltısı da bir dəhşətdir. Yəni ki, bahalı bir aksesuar kimi prosto gündəliyə də almaq olar. Misal üçün belə aksesuarları xatirə kimi saxlamaq olar, amma misal üçün gəlinliyi almaq tərəfdarı deyiləm. Kirayə götürməyi düşünürəm, daha gözəldir. Əslində burada həm ala bilərsəm, kirayə götürə bilərsiniz. Sadəcə gəlinliyi evdə sonra çox yer tutacaq deyə məncə kirayə götürmək ən doğru yoldur. Bir balaca istirahət eləyəndən sonra biz davam eləyirik. Deməli belə bir modeli də sınamaq istədim. Buna rıbqa deyirlər də. Çox abartılı deyil. Bundan çox rahat və komfort hiss eləyə biləcəksiniz özünüzü. Amma bilmirəm də indi toy üçün biraz şey olur da, sadə olur, sadə sayılır. Amma gözəl və şıqdır, eyni zamanda da sinə hissəsi görsənmir. Burada bir balaca bədən görsəndiyi yerlər var. Amma istəsəz, bir də ki onu unutdum deməyi, tutaq ki siz hansısa bir model seçirsiniz və orada hər şey sizi qane eləyir, amma biraz açıqdır. Sizin istəyinizə görə yığdırırlar və bu qiymətə daxildir. Saç aksesuar və fatanı seçmək, paltar seçməmiş tam doğru deyil. Amma yenə də baxmaq istəyirəm nə cür fatalar var. Ona uyğun paltarı da seçərəm. Aksesuarları da buradan götürəcəm mütləq. 2 dənə güzgü var deyə burada da doğrusu 3 dənə güzgüdür. Həm bu tərəfdən göstərə bilərəm sizə. Həm də ki burada bir balaca şleyfi var. Baxın, çox qəşəng. Amma bu model düşünürəm ki yalnız arıq xanımlara yaxşı olacaq. Belə deməyinə deyirəm, sonra öz-özümə fikirləşirəm ki, birdən topbuş xanımlar məndən inciyərlər. Sadəcə demək istəyirəm ki, bu çox belə kip durur. Amma belə bu da çox gözəldir.
Fatalarımızın hər biri xaricdən gəlir və hər biri əl işləməsidir. Bizdən gəlinlik götürən xanımlara fata və tac üzərində hədiyyə verilir. Nə gözəl. Bəli. İstədiyiniz fatanı özünüz seçə bilərsiniz. Həmçinin tacdır və digər aksesuarlarımız da var ki, hansı ki sizin adınızdan gələn müştərilərimizə hədiyyə olunacaq. Misal üçün həm fata götürmək, həm tac olar da bir yerdə. Hər ikisi mümkündür. Tac da götürə bilərsiniz. Nə gözəl. İndi pričoskamız yoxdur deyə tam belə obraz bilinmir. Amma mən belə fatalardan ötürü ürəyim gedir. Çox xoşuma gəlir qızlar. Yeminlə belə fata istəyirəm. Hələ buradakı qaşlar elə gözəl parıldayır. Baxın. Ümumiyyətlə bu ikisi bir yerdə məncə super tamamladı. Necədir? Amma gərək, əgər belə fata seçirəmsə, saç düzümü də buna uyğun eləyim. Bayaq deyirdim, yaylıq kimi fata istəyirəm. Adını bilmirəm deyə elə deyirəm. Baxın, buna deyirəm mən yaylıq kimi. Nə qədər burada çalışıram, vuruşuram. Nədənsə video tam belə həyatda necədirsə görsənmir də. Bu misal üçün başqa fatadır və üstündə əl işləməsi, qaşları, zərləri daha çoxdur. Razmeri ondan biraz balacadır. Bu da gözəl görünür. Mən belə yaylıq tipli bir fata istəyirəm. Ona uyğun da saç düzümünü eləyəcəm. Amma korona ilə bu, tacla bu necə görsənəcəksə bilmirəm. Gərək mən qızlar o biri gəlinlikləri də sırası onlara uyğun olan fatalarına kombin eləyərdim. Biraz vaxt çox gedərdi, amma tam olaraq obrazı yığmış olardı. Çünki fata çeşidi də çoxdur. Biri var ki, prosta belə vitrində görəsiz, biri var ki, taxıb baxasız. Düzdür, bu paltarı yalnız bu fataları belə yaxından göstərmək üçün geyindim. O qədər rahatdır. Baxın, belə oturmuşam. Elə bir ki, adi kokteyl paltarındayım. Həm dedim ki, biraz istirahət edeyim, həm də ki, oturaq biraz dedikodu eləyək, söhbət eləyək. O qədər model var ki, heç bir günə seçmək qeyri-mümkündür. Ümumiyyətlə, burada baxıram ki, gəlinlər adətən 2 günə, birinci gün prosta gəlib primyerka eləyirlər, ikinci gün dəqiqləşdirirlər ki, konkret nədir, nə deyil. Mənim vəziyyətimdə superdir ki, hər bir modelin videosu, şəklini mən çəkmişəm. İndi hamıya atacağam. Nə şəkil var, nə video var. Baldızıma atdım, yaxınlarıma, mamama. İndi onlar nə məsləhət görsə, bir dəfə də gələcəm və tam qərar verəcəm. Bir də ki, mən düşünürdüm ki, bəy gəlinlikdə görməli deyil də. Ruslarda belə bir misal var ki, güc olmaz. Gəlinlikdə toydan əvvəl bəy xanımı görməli deyil. Amma burada baxıram ki, hamı elə nişanlı ilə gəlirlər, bura seçimini eləyirlər. Keçən videonun altında bir izləyicim yazmışdı ki, mənim qaynatam gəlinlik seçəndə özü də gəlmişdi və məni orada biabr eləmişdi, müdaxilələr eləyirdi. Halbuki hamı gedib özü seçirdi. Mən isə bir böyük ailə ilə gəlmişdim. Belə şeyləri oxuyanda mən həqiqətən bizim xanımlara görə pis oluram. Mənim qaynanam, qaynatam tərəfindən, baldızım tərəfində heç bir müdaxilələr olunmamışdı. Dedilər ki, hansı ürəyincədirsə onu da seç. Bu sənin özəl günündür. Əsas odur ki, sən xoşbəxt olasan, sən özü gözəl hiss eləyəsən həmin paltarında. Ona görə içimdə qəti narahatçılıq yox idi ki, birdən seçərəm, kimsə bəyənməz və s. Həyatda bir dəfə olur belə gözəl, özəl gün. Ona görə öz qərarımız olmalıdır, belə düşünürəm. Bu da çox fərqli və maraqlı fatadır. Arxa hissəsi də belə şleyfli. Əlavə olaraq bu fatanı götürmək olar ki, sırf fotosesiya eləyəsən, hardasa, sonra isə toyxanada dəyişəsən. Fatanı dəyişmək özü nədir ki? Amma çox maraqlı görünür, birdən baxın. Üstü ki, bu paltarla ümumiyyətlə lüboy fata qəşəng görünür. Paltarları prosta geyinirsən, tam o deyil də. Amma fata ilə bir yerdə tam başqa cür. Vaxt elə uçdu, birdən baxıram ki, 7-nin yarısıdır. Halbuki mən bura saat 2-də gəlmişəm. Bu modelə məncə fataya ehtiyac yoxdur. Don burada bitməyi bilmir, amma mən yorulmuşam. Ona görə bu bizim son donumuz olacaq. Bunun kol detallarını çox bəyəndim. Sanki mələyə bənzədim. Sözsüz, çox gözəl bir modeldir. Sadəcə mənim fikrimcə seçdiyim fatayla bu don yaxşı görsənməyəcək. Çünki qollarında da tül var, başımda da tül olsa sanki biraz çox olmuş olur. Və yaxud bəlkə də səhv düşünürəm. Siz də öz fikrinizi həmişəki kimi yazın reylərdə.
Bir də ki, qızlar, daimi olaraq belə bol kontent mənim kanalımda görmək istəyirsinizsə, mütləq kanala abunə olun. Görəndə ki, o qədər insan sadəcə izləyir, amma abunə deyil. Həmin anda gözəl rey də yazır, amma yenə də abunə olmur. Mən həqiqətən çox pis oluram. Mənim toyuma bir 500 manat yazmış kimi olacaqsınız bir dənə abunə olmaqla. Bir də ki, mən belə məkanlara gedəndə ən sevmədiyim şey bilirsiniz nədir? Satıcı tərəfindən malını dəhşət dərəcədə tərifləyirlər, məcbur edirlər ki, yox, sən bunu almalısan. Bu məkanda isə elə deyil. Konkret nəsə soruşsaz, istehsal, bu, o, parça, hər şeyin cavablandırırlar. Amma fərqli belə müdaxilələr yoxdur da. Yalnız siz soruşsaz, sizə nəsə deyirlər, amma belə seçimi sizə buraxırlar. Satış təmsilçisi aşırı dərəcədə öz məhsulunu tərifləməyə başlayanda mən sadəcə qaçmaq istəyirəm həmin məkandan. Lazımsız müdaxilələr olmadan sakit atmosferdə öz seçimini eləyə bilim. Belə deyəmişəm, güzgünün qabağında qızlar gəlinliyi geyinib və öz-özümə deyirəm, ayda mən ailə qururam bir aydan sonra. Həyətim, evim, mühitim tam dəyişiləcək. Risk belə bir fikir gəlir və birdən qorxu gəlir. Sonra birdən keçir. Bu donu belə istədim arxadan da göstərim sizə. Baxın, belədim. Vlogu isə burada sonlandırmaq istəyirəm. Çox sağ olun ki, videoyu axıra qədər izlədiniz, baxdınız. Ümid edirəm ki, sizə də maraqlı oldu. Özünüzə yaxşı baxın. Pakam.